Söz demədi. Özü gizlincə qaçdı getdi. Onu heç buraxmırdılar. Evin tək oğlu idi deyənə könüllü getmişdi. Onu heç kim buraxmırdı. Dedi əlində axırıncı dəfə bomba gətirmişdi. Dedi mənə qoymasınız, mən özümü öldürəcəm. Heç baxmadı, mən 2 evladım var, həyat yoldaşım var. Baxmadı. Heç kimin sözünə qulaq asmadan çıxdı getdi. O gedən, bu gedən. 92-ci ilin 8 ayda xəbəri gəldi. Dedilər ki, biri dedi, şəhid olub, biri dedi, tankın altında qalıb. Hərə bir söz dedi. İndi də bu son günü. Onu gözləyir, yolumuz gözləyir. 10 gündür bizə xəbər gəlib. 10 günü necə gözləmişik, bu 1 saatı gözləyə bilmirik. Gəlib var diyorum. Nəvəsidir, Cəmil. Adını daşıyır. إنك رفيع الدرجات إنك ولي الحسنات. Arkasını verin zaten. Geçmiş olsun. Sen zaman gel yaklaşık. Bayraklar sağdan solda. Bir kolonla gələrsiniz. Gəl. نذيرا ونذيرا بين يدي الساعة. Şəhidlər ölməz, vətən الشمس والقمر. Sabahtan bir de geniş manasına gelersiniz.
رفعها ووضع الميزان. إلى روح المرحومين المنويين بحق سورة الفاتحة. اللهم صل على محمد وآل محمد. Demeyecek. هم ينقذون إلا رحمة منا ومتاعا إلى حين وإذا قيل لهم اتقوا İnşallah yaşayacaqlarda. Ona görə də hamımıza minnətdarlıq bildirilir. Şəhər cəmaatı və ölkəmiz artıq tamamilə qovuşdu öz suverenliyinə. Və ona görə də möhtərəm prezidentimiz bu ili Allah'tan bir daha doğmalarına, yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun. سبحان الذي بيده ملكوت كل شيء وإليه ترجعون. bilmirdik. İtkinlər siyasındaydı. Və bizim şəhərimizdən də bilirsiniz ki, itkinlərimiz var, itkinlərimizin adları və Cənab Prezident həm siyasi istiqamətdə, həm diplomatiya istiqamətində praktik olaraq dünya ilə tək vuruşdu. Ordumuz isə cəbhədə vuruşdu. Və möhtərəm Prezidentimizin söylədiyi kimi müharibəni əskərlərimiz və zabitlərimiz Cəmil Rəhimoğlu anasına, həyat yoldaşına və övladlarına başsağlığı diləyirəm. Vətən sağ olsun. Allah rəhmət olsun. Mən oğlum şəhid olanda gəldiniz mənə təskinlik verməyə. Mən dedim ki, bu şad xəbərdir, həm də kədərli xəbərdir. O sevincli xəbəri mən işləndə doğrudan da fəxr elədim ki, mənim oğlum şəhid oldu. Şəhid olmaq o demək deyil ki, dünyasının böyük dünyasını dəyişir. Bu demək ki, seçilmişlərin seçilmişi olur. Yaşlılar çözüm. Uzamazsa sol ayak tarafına, ayağa tarafına koy. Çünkü göl tarafları baş tarafı düzeltir. Tamam. Bunda şəhidlərimiz qurban gediblər. Bunu öpüb gözümün üstünə qoyub hörmətli övladına təqdim edirəm. Vətən sağ olsun. Biraz əvvəl Hacının söylediği kimi tədbirimizdə həm də bizim وملائكته يصلون على النبي يا أيها الذين آمنوا Allah fazla emridir. Hasan Bey'den. Ona görə mən çox vaxt almaq istəmirəm. Bizim Cəmil qardaşımızın anasına, onun xanımına, onun övladlarına, onun yaxınlarına Allahdan səbir diləyirəm. Onsuz da bu dünyadan hamımız ölüb keçib gedəcəyik. Ancaq bir var şərəfli ölüm, bir var Allahın məqamına ucalan ölüm. Bura başdan gəlib ziyarət. Allah sizə iki şəhət şükür ki məzarı var, gəlir. Hə. Allah çox şükür.